5 illik Tesla təcrübəsindən sonra nəhayət ki dəyişmək qərarına gəlmişəm, özü də birbaşa rəqibi ilə. Elə bilməyin ki, tam dəyişirəm. İllərdir elektromobil sürürəm, amma ən çox sevilənin plug-in hibrid olması həmişə məni düşündürüb, ona görə bir plug-in hibrid test eləməyə qərarına gəldim. Və bu BYD bizlərlə bir neçə günlük yol yoldaşı olacaq. BYD Abşeron sağ olsun bu işdə mənə dəstək oldular və bir maşın ayıracaqlarını dedilər. Sənədləşmə işlərindən sonra C-Line 6 modelini mənə həvalə elədilər. Maşın təptəzədir, cəmi 80 km yürüyüşü var. Bütün maşını detallı incələyib təhvil alıram. C-Line 6 modelinin 26.6 kW bir batareyası var, 92% var. Mən bu testi bir dolu çən və dolu batareya ilə yoxlamaq istəyirəm. Ona görə də rayon səfəri də olacaq. Gün ərzində işlərimi bu maşından görüb adaptasiya olmağa çalışıram. İllərlə Tesla sürəndən sonra fərqli maşın biraz qəribə gəlir, əsasda plug-in hibrid olması. Tesla'dan bəzi əşyalarımı götürüb evə gəlirəm və növbəti gün yola çıxacağıq. Səhəri gün Lənkərana gedirik və Ələtə çatanda zaryadkamız bitir. 20%-ə qədər 120 km yol sürmüşdüm. Tam dolu olsa rahat 140-150 km sürmək olardı. Ələtdə girirəm aspetrola və çəni doldururam. Tam yanacaq vurmuşam, 1500 km göstərir və 21% də burada. İndi hazırki bunların hamısının qarşılaşması 1511 km göstərir. Yazın gəlişini ilk hiss etmək istəyən varsa mütləq şəkildə Lənkərana gəlməlidir. İşlərimizi həll eləyib, təbii ki, xambulağını da dəyməsək olmazdı. Yol kənarında bir çay içirik. Sonra isə qayıdırıq Bakıya. Təbii ki, zaryadka eləməyəcəyik deyə stansiya axtarmağa 20-30 dəqiqə vaxt itirməyə gərək qalmır. Bunu da elektromobil sevməyənlərin xətrinə deyirəm ha, yoxsa mənə bilirsiniz. Gəlib çatırıq Bakıya, ümumi yola 4.3 litr benzin sərfiyyatımız olur. Növbəti günlərdə isə ancaq şəhər içi sürürəm maşını. Maşın haqqında sizə onu deyim ki, əsl ailə maşınıdır. Həm genişliyi, həm rahatlığı, hətta soyuducusu belə var, həm də qızdırıcıdır. Sərfiyyat məsələlərində isə bu maşını evdə enerji dolumu eləsəz, şəhərçi elektromobil kimi sürəcəksiniz və ayda 30-35 manat xərciniz çıxacaq. Üstəlik maşının üzərində enerji dolumu üçün adapter da verirlər. Mənim kimi belə şəraitiniz varsa quraşdıra bilərsiniz. 80 manatlıq da benzin doldursanız 1500 km rahat sürəcəksiniz. Üstəlik 92 benzindən, çünki sadə mühərrikdir. 5 gündür ki maşın məndədir və bu gün maşını təhvil verirəm. Gedirəm Masazır dairəsində yerləşən BYD Abşerona. Ümumilikdə 800 km-ə yaxın məsafə sürdüm. Bu mərkəzdə isə BYD-nin digər modelləri də var və hər birini də rahat test eləyə bilərsiniz. Üstəlik mənim sürdüyüm C-Line 6 modelinin də tam elektriki var. Nə deyirsiniz? Bəlkə növbəti dəfə onu test eləyək.